Məmurlar qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Onlar eşitmir ki, mən deyirəm, nə deyirəm. Yaxud da ki, onların yadından çıxır. Bunu yığışdırın, bəsdirin. Əgər bir də bilsəm ki, haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, işdən qovulacaqdır. Bunu hamı bilsin. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin hörmət edin insanlara. Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Təhqir edilməməlidir, incidilməməlidir. Belə hallar var, var. Kim bunu edir? Dövlət məmurları. Mən Vüsal Kəlbəzərliyə dəfələrlə Mingəçevir şəhər mərkəzi xəstəxanası ilə bağlı dəfələrlə tənqidi mövzuda müraciətlər daxil olubdur. Amma onların ən böyüyü birini sizlərə təqdim eləmək istəyirəm. Demək, Sevinç Allahverdiyeva haqqında olan haqsızlıq və o cümlədən oranın baş həkimi Ülfət Qurbanovla bağlı. Ülfət Qurbanov haqsızlıq eləyibdir. Ülfət müəllim, cənab prezidentimiz və ulu öndərimiz hər dəfə çıxışlarında deyibdi ki, bizim dövlətimiz rüşvətxorluğa qarşı mübarizə aparmalıdır. Və bununla bağlı korrupsiya idarəsi yaranıbdır. Bununla bağlı müxtəlif idarələrdə, təşkilatlarda hansısa qanunsuzluqlara qarşı mübarizələr aparılır. Və siz məcbur eləmişsiniz ki, Ülfət Qurbanov, siz məcbur eləmişsiniz ki, Sevinç Allahverdiyeva doğum şöbəsində olduğu zaman, işlədiyi müddətdə, doğum şöbəsində işlədiyi müddətdə keyser əməliyyatından 50 manat, sadə doğuşlardan 20 manat yığılsın, tələb olun, verilsin ona. Və bununla bağlı da səs yazılar var. Bununla bağlı da məhkəmədə birbaşa müraciət ərizəsi var. Və cənab prezidentimizdən, adiyyəti olan orqanlardan, Səhiyyə Nazirliğinə xahiş edirəm. Mingəçevir şəhər mərkəzi xəstəxanasında ciddi yoxlamalar aparılsın. Və Sevinç Allahverdiyeva qarşı niyə haqsızlıq olunubdur? Yəni Sevinç Allahverdiyeva belə çıxışı ilə, yəni buna mübarizə aparmaqla cənab prezidentimizin qanunlarını ona deyibdir. Yəni belə çıxır ki, Ülfət müəllim cənab prezidentimizin qanunlarına zid hərəkət eləyir. Ülfət müəllim cənab prezidentimiz İlham Əliyevi tanımır. Azərbaycanın və Azərbaycanın Respublikasının Nazirlər Kabinetinin və Milli Məclisin təsdiq etdiyi qanunları tanımır. Və o da o deməkdir ki, o Azərbaycanlı deyil. Çünki Azərbaycanlılar və Azərbaycanda yaşayan rəhbər şəxslər hər biri dövlətçiliyimizi, bayrağımızı, o cümlədən qanunlarımızı qorumalıdırlar. Qanunları qorumayan şəxslər, hər kəs qanunları qorumayan, o deməkdir ki, dövlətimizə qarşıdırlar, cənab prezidentimizə qarşıdırlar və dövlətçiliyimizə qarşıdırlar. İnsanları dövlətimizə qarşı mübarizəyə çağırırlar. Onlardan biri də Ülfət Qurbanovdur. Xahiş edirəm, Ülfət müəllim haqqında ciddi araşdırmalar aparılsın və mən Vüsal Kəlbəzər bugündən inşallah araşdırmalara başlayıram və Allahın izni ilə Sevinç Allahverdiyeva niyə 70C bəndi ilə, 70C bəndi ilə çıxarılıbdır, niyə haqsızlıq olunubdur? Niyə o işindən kənarlaşdırılıbdır? Rüşvət yığmadığına görə, pul vermədiyinə görə, nəyə görə? Yoxsa iş verən olmadığına görə, hansına görə? Ay Ülfət müəllim. Və bütün şöbələrlə bağlı xahiş edirəm, səhiyyə işçiləri, tibb işçiləri və Mingəçevir şəhərində yaşayan insanlar kim Mingəçevir şəhər mərkəzi xəstəxanasından hansı haqsızlıq bilirsə, mənim şəxsi nömrəmə yazsın və dövlətimizin qaynar xəttinə, Səhiyyə Nazirinin qaynar xəttinə müraciət eləsinlər, Daxili İşlər Nazirinin qaynar xəttinə müraciət eləsinlər, o cümlədən cənab prezidentimizə müraciət eləsinlər və əgər görsəniz ki, sizə daha çox haqsızlıq var, əlinizdə əgər video faktlar və o cümlə səs yazıları olsa, bizə yönləndirin. Bizim də işimiz odur ki, onları ictimailəşdirək və adiyyəti olan orqanlara çatdıraq. Jurnalistin işi odur ki, onları inşallah işıqlandırsın. Bəli, inanıram ki, tez bir qısa vaxtda Ülfət Qurbanov bu elədiyi haqsızlığa qarşı cəzasını alacaqdır. Və o cümlədən Sevinç xanıma olan haqsızlığa qarşı. Sevinç xanım da, mən də inanıram ki, bu haqsızlıq Allah qoysa tezliklə bərpa olunacaq. Təşəkkürlər, minnətdaram, çox sağ olun.